Zeynəb xanımın məndən olan konsertləri var sadəcə olaraq. Məndə də var, ASTV-nin Qızıl Fondunda da var. Ya o çocuklar tərbiyəsizlər var təbii ki. Amma bilirsiniz, eləyib oxuyan zadlar var, düz deyirsiniz. Sadəcə onlar ödənişli olaraq çıxırlar da efirə. Yəni kanal da özəl kanallardır. Özəl kanallar da dövlətdən dotasiya almırlar. Yəni bilməyənlərə deyirəm, dotasiya nədir? Dotasiya odur ki, dövlət maliyyələşdirir, illik büdcə ayırır. Yəni özəl kanallarda bu olmadığı üçün platniklər deyirlər də, ödənişli müğənnilər çıxır efirə. Amma biraz o söhbət ondan gedir ki, məsəl üçün Fidan Xuraman Qasımov bazaları çıxan verir ki, mən çıxmamalıyam, mən çıxa bilməməliyəm. Yəni ki, formatlar fərqli-fərqli olmalıdır. Mən çıxan verilişə elə təbəqə müğənnilər var ki, insanlar var ki, onlar çıxa bilməz. Yəni, amma son dönəmlərdə eyni efirə hamını çıxardırdılar. Elə adamlar var idi. Belə də ki, hamı da insandır da, yəni hər an özünün öz tamaşaçısı var deyə düşünürəm. Mənim üçün o problem deyil. Sən baxmazsan ki, sənin yanında kim var? Yəni, Eltonum, öpürəm səni. Mən üçün mənə aid olan insanlarla efirə çıxıram. İndi mən durum dana kimi böyürənlərlə, anqıranlarla, ümumiyyətlə işbadan bir qoz mahnı ifa eləyənlərlə, özünü tanımayan, sosial şəbəkədə söyə gəlib artist olan blogerlərə mən niyə efirə çıxmalıyam ki? Və yaxud da ki, məni kim məcbur edir bunu eləməyə? Yəni, məni heç kim məcbur edə bilməz ki. Heç kim məcbur edə bilməz. Və heç kim də məcbur edəməyiblər. İstəyir Tolik olsun, Tolik'in verilişində, sonra Zaur'un verilişində. Məsələn, Zaur Kamal illərdir, uzun illərdir verilişdə bir dəfə də olsa intriqalı sual verməyib. Heç kimə. İntriqalı sual verməyib, heç kimə verməyib. Lənkərana da salamlar olsun, öpürəm hamınızı. Veriliş maraqlı olmaqdan ötəri bu suallar var. İndi elə bir adam çıxsın bugünkü gün üzə verilişi bağlanıb da Zahir Nəvəoğlu'nun qardaşımın da Tolik'ində. Çıxsın da desin ki, Tolik səni belə-belə ol, Zahir səni belə-belə ol. Sən bu sualı mənə verdin, sən bu sualı mənə verməməliydin, mənim evimə yıxdın. Qardaş, aparıcılar kimə nə sualı vermək lazımsa da bunu çox gözəl bilir. Çox gözəl bilir. Gəlir özü yaxınlaşır verilişdə, reklam arasında aparıcıya yalvar ki, mənə bu sualı verin olar. Amma sizə elə gəlir ki, o sualı verir. Nə deyirsiniz onun adı? Aparıcı verir. Və onun nəsə evini yıxır və ya da elə şeylər yoxdur. Elə vinegret deyil, vinegretlə qarışdırmışam, alma salatıdır, lobiyana. Heç kim deyə bilməz ki, Səbinə Selcanın problemlər var, bildiyinizdə Tolikdə. Çox sağ olun. Özü deyirdi ki, mənə, Tolik deyir, özü deyir ki, mənə bu sualı ver. Arvadı qoş efirə. Amma elə belə baxıb deyir ki, Tolik Səbinənin evini yıxır. Yox, qardaş, ümumiyyətlə, o vaxtı Mələk xanım Eyübovaya deyirdilər ki, indi mən illər öncəsində çox böyük, yəni belə götürəndə açıq sözlü veriliş aparan birincisi mən olmuşam da 2000-ci illərdə. Həmişə deyirlər ki, böyük sənətkarlara deyirlər ki, Sərxanın verilişinə çıxmaq çox qorxuludur. Bir dəfə Allah rəhmət eləsin, Nalə Mir Məmmədli
Nisə Qasımovadır. Gənclərdən də röyanı salmışam. Siz inandırım sizi ki, o vaxtda Space-in həyətində röyanı qapıdan qaytardırdı. Ki, sən nə danışırsan, hara çıxırsan? Sonra Nalə Mirməmmədli mənə dedi, ha, rəhmətli. Yəni, münasibətimiz yaxşı oldu deyə sonra. Dedi, mən röyanı qoymadım sənin verilişinə gəlməyə, çünki o yeni başlayıb, qorxdum ki, vurarsan. Amma Mələk xanıma sual verirdilər ki, Mələk xanıma, Niyəməddin Musayevə ki, siz yəni Sərxanın verilişinə çıxırsınız. Verilişin də adı sözün düzü. Yəni ki, nə gəldi deyilir də, orada sənətlə bağlı falan. Amma sevgilər deyirdi ki, biz bilirik ki, kimə nə sualı vermək lazımdır. Onu Sərxan çox gözəl bilir. Ona görə də Sərxan bizə xoş olmayan sualı verməz. Üzümü dartdırmışam. Ay tövbə. Gör, bu iki daşın arasında. Dünya dağılı deyib, bir-birinə dəyib ya. Adı qonşumuz, o biri qonşumuza raket atıb. Bu mənim üzümdən danışıdır, üzünü dartdırıbsan. Üz dartdırmaq yeridir. Allah sana qurban olur. Az bir də gördün, İran raket atdı, gəldi, düşdü qucağıma, bu der üzünü dartdırıbsan. Harada dartdırdım az? Artıq mənim dartdıram bax. Gəlirəm. Getdim qaqqa götürdüm, qaqqa. Məmmədov. Teşekkür ederim. Deyirəm kim attı onu? Aha. Məmməd Bağır. Allah razı olsun. Allah əziyyət çəkməyin, qurana. Əziyyət çəkməyin. Bəli. Qaşımı almamışım. Qaş var ki alım. Tatuza da elətdirirəm bilə. Toşka vururam. Qaşım mən antidepresan çox içirəm deyə. Bilirəm siz məndə söz soxmaq istəyirsiniz, amma soxa bilməyəcəksiniz. Kim idi? Attı nəsə təşəkkür eləyə bilmədim. Siz zərli olun, qoymadınızsa. Daşımı qatdınız. Neyse. Teşekkür eləyirəm. Öltün öpürəm oğlum. Gəncəyə də salam olsun. Neçə günü Gəncədəydim. Ramin sağ ol, Rufa sağ ol. Can var olasınız, çox sağ olun. Rufa çox sağ ol atam. Teşekkürler, var olasınız. Var olasınız. Bax bu Mehdi, buradakılar hamısı sənə dedi ürək sözünü. Sakitləş. Sakitləş, dincəl. Digit. Sakitləş, dincəl. O dincələnlər var idi. Getdi, nə gündəsiniz ə. Evliyə. Az mənim taylarım daşdan baxır. Bu mənə deyin ki, evlisən. Az ev qalar indiyənə. Deyir ev. Qucağımda nene nə qədər çox sağ ol Rufa, çox sağ ol. Təşəkkür edirəm Dəniz, çox sağ ol. Bizim Dənizsən sən? Ay bala, az mən nə boynadıram, qucağımda deyir evlisiz. İndi evlilik qalar. Dəniz, çox sağ ol canım. Əziyyət çəkməyin, vallahi əziyyət çəkməyin. Orada qalır, götürə bilmirəm sonra. Deməli bu Dəniz Firudun qızı var müğənni, qəşəng də qızdır ha, tərbiyəli, əxlaqlı, hamısı qayda qanundan yerində. Bu televiziyalar ki bağlanmır, verilişlər bağlanmır. Deməli Dəniz mənə zəng elədi ki, bir gün Sərxan müəllim
sizə çox gözəl bir parfüm almışam. Dedim, əziyyət çəkmisən. Dəniz, nə gərək var idi? Hə. Sabahda bilsin, dedim, 1-2 gün sonra görüşərik. Yadına gəlir Dəniz. Sabahı dalaşdım, verilişim bağlandı. O itən Dəniz itdi. O deyil. İt de gitti. Dəniz görmədim ondan sonra. Çox sağ ol. Mən də hamınızı, mən ümumiyyətlə insanların hamısını çox istəyirəm. Məndən təri pis insan yoxdur. Məndən təri o pis insanın pis tərbiyəsi var. İnsanlar pis tərbiyə alırlar. Travmanla bax, burada mənə söyüş yazanlar da var da. Siz bunlar istəyir ki, bu yazanlar, elə siz bunlar adi adamlardır. Adi adamlar, bax, eyni adamdır, fərqli profillərdən yazırlar. Başa düşdünüz? Eyni adamlardırlar, yəni ki, eyni qrupdular. Yəni bunlar bilsiz nə eləmək istəyir? Sərxan bilirlər, axı, Sərxanı tanıyan adamlardır. Sərxan əsəbləşsin, söyüş yazsın. Başa düşdünüz? Bu söyüş yazsın və Sərxana ziyan gəlsin də. Başa düşdünüz məni? Sərxanı cərimələsinlər, ondan sonra bir cərimələsinlər, 2 cərimələsinlər, sonra söyüşə görə həbs eləsinlər. O arzularla yaşayan insanlardır. Təbii ki, fikir vermirəm. Dəniz, çox sağ ol, ürəyim, çox sağ ol. Təbii ki, fikir vermirəm. Kim nə yazır, yazsın. Umrumda belə deyil. Umrumda belə deyil. And olsun Allah'a. Umrumda belə deyil. Arıqlamamışam, Allah haqqı, biraz Baharcan yazır. Arıqlamamışam, bircə kilo arıqlayım, sifət xurtdan oxşuyur. Bircə kilo arıqlayım, sifət xurtdan oxşuyur. Mən də beləyəm də. Abi, aeroport bombalan boşdur, belə şey yoxdur. Saçım parik deyil, yox. Hələ mənim saçım buraları biraz getdi. Töküldü, perma eləmişdim saçımı. Heyf. Yəni nə qədər saçımdan getdi. Perma eləmişdim, getdi. Saçımdan nə qədər. Dostlar, yoldaşlar. Aeroport bombalan boş deyil. Valla heç kim, bəlkə heç mənim reisim zadda yoxlar. Yağ başıma dönüm, mənim bıraxırlar içəri. İçəri. Baba. İçəri. Baba.